Herkese salam dostlar. Bugün Minecraft'ta Love Parkour oynuyorum. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. Abone olduktan sonra zillerin hamısını açıp videolardan ilk siz haberdar olun dostlar. İndi isə keçək video. Bildiğiniz kimi ben keçən bölüm buradaki bu qatarlardaydı. Bax, tullandım gül kimi. Və baxaq görək bu bölüm haraya kimi irəliləyə biləcəm. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. Başka hansı bölümlerde, daha doğrusu hansı oyunları istəyirsinizsə modları yaza bilərsiniz dostlar. Buraları həll eləyək. Hop. Buradan ayda biraz gecikdim. Oradan tullansaydım ya yaxşı olardı. Yox. Buradan yenidən eləyək. Hop, hop, hop. Ayda mən elə ora çatım, gecikdim. Sağ tərəfdə də görürsünüz dostlar, 4000 ucu keçib. Və baxaq görək bu oyunu mən neçə bölümə bitirə biləcəm. Ayda o niyə tullana bilmədim. Neçə bölümə bitirə biləcəm? Yorumlarda yazmağı unutmayın. Ayda mən buradan niyə belə olur? Yox. Sonra bir də ki hardcore bölümləri çəkəcəm. Məsələn, filan dünyada filan gün 100 gün həyatda qalma olur. Bax onları çəkəcəm. Tez yeri. Bura tullanmadan keçmək olur. Yəni kaş dəyməsəydi məğlublar. Yəni onunla bir yerdə. Təbii ki, bax bu aşağı hissədə. Hoppa, ay şükür. Məzələnir, bu alov oradan necə yandı? Mən bilirsiniz necə eləmək istəyirdim. Bax indi biraz hiləyə əl atacağam. Deməli dayan deyil. Yuxarı hissəyə gələcəm. İndi göstərəcəm o hiləni necə hissədir. Bax bu yuxarı hissəyə gələcəm. Ondan sonra bunlar yenidən yenilənir də. O qəşəng gəldi. Yəni göz dəyməsin. Tez ol. Get ayda axıra gəl, ölmək pis oldu. Bax deyirdim ki, bu heç olmuyor bu tərəflərdə qalsam. Yəni elə bir ki daha da güclənirəm də. Buraları onsuz da yıxır. Çıx, ay şükür. Belə bir ki mən ta ki bu yuxarı hissədəyəm də bax. Ta ki buradayam da. Buradayam. Buradan riski bura tullansam bu alov bir olmayacaq, yenidən gedəcəm. Amma kəs odur ki indi keçə bildim. Bu ağacların üstündən tullanaq belə. Bura getmək məsələn necə? Yeni bir dənə dünya. Yox, mən əslində oradan yuxarıdan tullanmalıyım. De baxın, hop. Mən bura niyə gəldim ki indi? Mən buradan necə çıxacağım? Buradan tullanmaq da olur. Yox, varmış. Qapıları açıq qoyublar. Biliblər, 100% biliblər ki bu oynamağı çox da bilmir. Ayda yenə eyni şey deyəcəm. Deyir 100% bir də ki bu oynamağı çox da bilmir. Ona görə qoymalıyız qapını açıq qoya. Yazıqdır da bu. Şükür. Hop. Dəymə. O ağacı dəyməsəydim yaxşıdır. Dostlar, bir də bunu deyim ki, məsələn bu one blockdur, düzdür. Tutaq ki, ya da ki yox, bura gəlməməliyim. One block bu oynuram və yaxud da ki Love Parkour. Digər modlar da var da. Məsələn, mən indi buradan necə gedir? Peki buraya getsəm. İndi mən buradan gərək yox, gərək tez tullanardım ki buradakı yerləri keçə bilərdim. Bir dəqiqə təkrar başlayacağım. Bildim amma necədir. Sağ tərəfdən getməliyim. Və kanalda yeni dəyişikliklər eləyəcəm. Düşməyim də buradan. Yeni dəyişikliklər eləyəcəm. Bu yaxın zamanda görəcəksiniz. Hoppa. Buradan da belə. Buradan belə. Bir dəqiqə haradaydım? Arxa hissədəydim. İndi ayda dəydim ora deyə yandım. Yox. Oradan keçə bilsəydim nə yaxşı olardı. Həmçindəki həm vaxtdan qənaət olardı. Həm də ki
tez gedərdim. Da bir də bunlardan əsəb keçirtməzdim. Neçə gündür parkur oynamıram. Parkur bilgilərim gedib. Nə bilim. Hop. Hop. Axıra kimi gəl, amma ki, gəl burada öl. Ebi yox. Təkrardan. Baxaq görək. Bir. Aa, bu prama yanması pis olur da bunu. Yanmasın gərək. Bax, yenə yanır. Yanır, sonra düzəlməsi ağadı da axı, gərək təkdə yanır. Amma məsələn, bu parkuru yaradanlar, yəni əllərinə sağlıq, çox mükəmməl bir parkur ediblər. Hadi. Ha, şükür. Aa, işte bu lavların içindən keçdik. Deməli, bunlardan yanırdı. İndi mən düz gedirəm, yəqin ki. Aha, burada. Mən niyə yandırdı ki, axırda. Aa, bura nədir? Yeni bir yerlərdir, heç bilmirəm, aradır. Ha, bizim burada işimiz yoxdur onda. Biz yuxarıda nəsə eləməliyik. Onda evi yox, yuxarıya da keçək. Qapılar açılmır. Hop. Evi yox, təkrar edək. İndi mən buradayım da, düzdür. Ha, olmur da, olmur burada. Buradan oraya niyə düşürəm axı? Bu qapı niyə açılmır? Arası düymə zad olar birdən. Ha, arxa tərəfdən qoyulmur, tullanmağa çox sürətləndir, amma bax, ayrıca buradan gəlirəm, qayıdan vaxtı olmur, buranın səbəbi niyə belə olur axı? Bax, tutaq ki, mən buradan keçirəm, bura tullanıram, tullana bilsəm əgər, hə, ondan sonra mən hara getməliyəm, buradan üzü o tərəfə tullanmalıyım, amma tullanmaq olmur. Bilmirəm niyə. Aa, bu boyda yola gəl, baxa görə burada nə var. Aa, burada basınç plakası. Yəqin ki, yenidən bura gəlməliyəm. Yox, mən burada nəsə eləməliyəm. Başqa bir dənə yol olmalıdır. Mümkünatı yoxdur. Aa, bunlar atmaq olurmur. Bunda hər şey elə də deyirəm, evi görməmişəm. Aha, şükür. Və gəldim bura, düzdür. Bura gəldimi, gəlmiş. İndi yenidən bura, buradan bura, buradan hoppa. Və yeni bir səviyyəyə köçdük. Bu nədir? Qar topu. Aa, dayan, minək buradan. Yəqin ki, bu qar topunu sonsuz verirlər də, hə? Hoppa. Ataq qabağa. Atdıq. Yəni bilsinlər ki, biz də boşuna atan deyilik burada. At. Nə oldu? Oo, büyü masası da var imiş buradan. Bir dənə ata bilsəm bu tərəfə, hə? Ata bildim. Aa! Sonra baxın, havada uçuram hal-hazırda. Hər yer yedir. Bu aşağıdakı əvvəllər gəldiyimiz yoldur. Ataq. Hara gəldi, atırıq. Hara gəldi, baxaq. Aa, qapı açıldı. Mən açdım onu, yoxsa öz-özünə açıldı. Ataq nə qədər var, özgəm oradan da yenə də ataq. Bax, buradan gəldik bayaq. Bura nəsə atırıq biz, yoxsa necə? Bu dağ yerə də getdik və şükür, normal bir dənə qatar. Elə bu. Elə bu qədər. Fıçılar hamısı kilitlənir. Bu qar topu. Hə, normal bir dənə yol qoya düz gedirəm. Buradan da çıxaq yuxarı. Dostlar, bugünlük videomuz... Aha, yıxılırdı. Bugünlük videomuz bu qədər olsun dostlar. Çox mükəmməl bir səyahət elədik. Buradan buraya gəldik. Kanala like atmağı, abunə olmağı unutmayın. Gələn bölümdə görüşmək üzrə. Sağ olun dostlar.